Salam şagirdlər, bugün fizika qəbul sınağı 1-in suallarının izahına baxacağıq. İlk sualımıza baxaq. Planetin səthindən h hündürlükdə ağırlıq qüvvəsi hansı ifadə ilə təyin edilir? F bərabər mg m vurulmuş j m böl r plus h-ın kvadrat. Burada j'ni əvvələ versək, j vur m böl r plus h-ın kvadratı olar. Yəni doğru cavab B variantı. İkinci sualda cismə təsir edən ağırlıq qüvvəsinin onun kütləsindən asılı qrafik hansıdır? Ağırlıq qüvvəsi F bərabər mg. Buradan görürük ki, J'nin qiyməti sabitdir. Deməli, F düz mütənasibdir M-lə. Doğru cavab B variantı. Üçüncü suala baxaq. Şaqili yuxarı yönəlmiş A bərabər 6 metr böl saniyə kvadratı. Təcillə hərəkət edən cismin çəkisi 32 Newton olarsa, onun kütləsini hesablayın. Şaqili yuxarı yönəldiyi üçün P bərabər M vur J plus A. Buradan M-i tapsaq P bölünmüş J plus A. 32 böl 10 plus 6 32 böl 16 bu da 2 kilogram olar. Dördüncü sualda 45 metr hündürlükdən h bərabər 45 metr sərbəst düşən, deməli bunun başlanğıc sürəti 0-dır. Cismin uçuş müddətini hesablayın. T uçuş bərabər kök altında 2h bölünmüş j. 2 vur h 45 j 10. Bu da kök altında 90 böl 10. Kök altında 9 bu da 3 saniyə eləyir. Doğru cavab E variantı. Beşinci sualda sürtünmə qüvvəsinin dayağın reaksiya qüvvəsindən asılılıq diaqramı verilmişdir. 1, 2 və 3 nöqtələrinə uyğun sürtünmə əmsalları arasında hansı münasibət doğrudur? Düsturu qeyd eləsək, F sürtünmə bərabər mü vurulmuş n-ə. Və biz buradan mü'nü təyin etsək, F sürtünmə bölünmüş n-ə. Şəklə diqqət yetirsək, 1-2 hissəsində F sürtünmə n-lə düz mütənasib asılıdır. Şəklə diqqət yetirək. Bu hissədə. Əgər F sürtünmə n-lə düz mütənasib asılı olubsa, deməli burada mü sabitdir. Yəni mü 1 bərabər mü 2. Digər tərəfdən 1-3 hissəsinə baxdığımız zaman 1-3 hissəsində n-in qiymətinin sabit olduğunu görürük. Əgər n-in qiyməti sabitdirsə, deməli sürtünmə qüvvəsinin böyük qiymətinə mü-nün böyük qiyməti uyğun gələcəkdir. Və qrafikdən görürük ki, 3 nöqtəsinə uyğun F sürtünmənin qiyməti 1 nöqtəsinə uyğun sürtünmənin qiymətindən daha böyükdür. Ona görə mü 3 də böyük olacaqdır bunlardan. Mü 3 böyükdür. Mü 1 bərabər mü 2. Doğru cavab D variantı olar.
6-cı sualda yalnız sürtünmə qüvvəsinin təsiri ilə hərəkət edən avtomobilin başlanğıc sürətini 3 dəfə artırdıqda onun tormozlanma yolu necə dəyişir? S tormoz bərabər mv0 kvadrat böl 2f sürtünmə. Məsələnin şərtində deyir, yalnız sürtünmə qüvvəsi təsir eləyir. Deməli, düstura əsasən sürətin kvadratı ilə mütənasib olacaqdır. Yəni, tormoz yolu kütlədən də asılı deyildir. Və məsələnin şərtində sürəti 3 dəfə artırıb, sürəti 3 dəfə artırdığımız zaman sürətin kvadratı ilə mütənasib olduğu üçün demək 9 dəfə artar. Doğru cavab E variantı olar. 7-ci sualda tircik mail müstəvinin üzərində sükunətdədir. Sükunət sürtünmə qüvvəsi hansı istiqamətdə yönəlir? Cismə bu şəkildə ağırlıq qüvvəsi təsir edir. Ağırlıq qüvvəsinin mg sinus alfa toplananı cismi mail müstəvi boyunca aşağıya doğru çəkir və sürtünmə qüvvəsi hərəkətin əksinə yönəldiyi üçün sükunət sürtünmə qüvvəsinin istiqaməti də 4 olacaqdır. 8-ci sualda yayın sərtliyinin ondan asılmış yükün kütləsinə asılıq qrafiki hansıdır? Yayın sərtliyi ondan asılmış yükün kütləsindən asılı deyildir. 9-cu sualda yayın sərtliyini təyin etmək üçün hansı cihazlardan istifadə etmək olar? K bərabər F bölünmüş X-dir. F-i dinamometr və X-i xəttkeşlə ölçmək olar. Deməli, dinamometr və xəttkeş 2 və 4. Doğru cavab E variantı olar. 10-cu sualda çəksiz yaylarda yaranan elastiklik qüvvələr arasında hansı münasibət doğrudur? Yaylara diqqət yetirsək, yaylardan yük asılmışdır. Əgər yaydan yük asılıbsa, deməli, elastiklik qüvvəsi ağırlıq qüvvəsinə bərabər olur. Və yayların hər ikisindən m kiloqram kütləli yük asıldığı üçün deməli F1 bərabər F2 olacaqdır. Doğru cavab A variantı. On birinci sualda çeviri üzrə bərabər sürətli hərəkət edən cisim üçün uyğun bəndləri Euler-Venn diaqramında müəyyən edin. Xətti sürət, mərkəzi qaçma təcili. Birinci cümlədə deyir, modulca sabitdir. Çeviri üzrə bərabər sürətli hərəkətdə həm sürətin modulu sabit qalır, həm də təcilin modulu sabit qalır. Bir ortaqdır. İkinci cümlədə çevriyə toxunan istiqamətdə yönəlmişdir. Bu sürətə aiddir. Sürət çevriyə toxunan istiqamətdə yönəlir. Zaman keçdikcə istiqaməti dəyişir. Həm xətti sürətin, həm mərkəzi qaçma təcilin istiqaməti zaman keçdikcə dəyişir. Omega kvadratı R düsturu ilə təyin edilir. Bu təcila aiddir. Omega R düsturu ilə ifadə olunur. Bu xətti sürətə aiddir. 2, 5, 1, 3, 4. Doğru cavab E variantı olur. On ikinci sualda çay axınının əksi istiqamətində suya nəzərən 36 km/saat sürətlə
üzən qayıq 400 metr məsafəni 50 saniyə qət etdi. Çayın axın sürətini hesablayın. Məsələnin şərtində verilmiş olan 36 kilometr böl saat sürətini metr böl saniyəyə çevirməliyik. 1 kilometrimiz 1000 metrdir. 1 saatimiz 3600 saniye olduğu için 36 vur 1000 bölünmüş 3600. Bu da 10 metr böl saniye eləyər. Sadəlik üçün belə yadda saxlaya bilərik ki, əgər kilometr böl saatdan metr böl saniyəyə keçiriksə 18'də 5'ə vurmaq lazımdır. Eğer metr böl saniyədən kilometr böl saata keçiriksə 5'də 18'ə vurmaq lazımdır. Deməli, çay axınının əksi istiqamətində suya nəzərən 10 metr böl saniyə sürətlə üzən qayıq 400 metr məsafəni 50 saniye qət etdi. Çayın axın sürətini hesablayın. Deməli, V bərabər S bölünmüş T 400 bölünmüş 50 eləyər 8 metr böl saniyə. Məsələnin şərtində deyir, çay axınının əksi istiqamətində hərəkət edib. Çayın axın sürətini bizdən soruşduğu üçün 10 metr böl saniyədən 8 metr böl saniyəni çıxmaq lazımdır. 2 metr böl saniyə. Bu olacaqdır çayın axın sürəti. Doğru cavab A variantı olar. 13-cü sualda 90 km böl saatı metr böl saniyə ilə ifadə etmək lazımdır. Qeyd elədiyimiz kimi kilometr böl saatdan metr böl saniyəyə keçəndə 18'də 5'ə vururuq. 90 ilə 18 ixtisar gedir, qalır 5. 5 5'in 25. 25 metr böl saniyə. Doğru cavab E variantı olar. 14-cü sualda yer dəyişmənin dəyişmə yerinliyini xarakterizə edən fiziki kəmiyyət. Eğer məsələnin şərtində dəyişmə yerinliyi deyirsə, deməli həmin kəmiyyəti zamana bölmək lazımdır. Cümlənin əvvəlində də yer dəyişmə deyir, deməli S-i T-yə bölürük. Bu da bizə sürəti verir. Doğru cavab A variantı olur. 15-ci sualda çevrə boyunca hərəkətdə dövrlərinin sayın vahidi hansıdır? Ölçü vahidi yoxdur. Adsız kəmiyyətdir. 16-cı suala baxaq. Fırlanan təkərin kənar nöqtəsinin xətti sürətinin dövr etmə tezinə asılılıq qrafikinə görə təkərin radiusunu hesablayın. V bərabərdir 2 pi n r. Bizdən radiusu soruşur. R bərabər V bölünmüş 2 pi n. Eğer biz xətti sürəti 2,4 götürsək, ona uyğun tezliyin qiyməti 1 olur. 2 vur, pin də qiyməti 3'dür. 2,4'ü bölürük 6'ya. Bu da 0,4 olar. Doğru cavab D variantı. 17-ci sualda cismin verilmiş radiuslu çevre üzrə bərabər sürətli hərəkəti zamanı bucaq sürətinin zamandan asılı hansı qrafik ifadə edir? Omega bərabər fi bölünmüş t'dir. Omega nə fi'dən nə də t'dən asılı değildir. Doğru cavab E variantı. 18-ci sualda
A nöqtəsinin fırlanma tezliği 4'tür. NA bərabər 4 saniyə üssü mənfi 1. B nöqtəsinin fırlanma tezliyini hesablayın. N B bərabərdir sual. Digər tərəfdən R A bərabərdir R-ə, R B bərabərdir 2 R-ə. Biz bilirik ki, qayışlı ötürmə zamanı sürətlər bərabər olur. A nöqtəsinin xətti sürəti B nöqtəsinin xətti sürətinə bərabərdir. Və digər tərəfdən biz bilirik ki, V bərabər 2pi n-r. Demək, VA-nın yerinə yazarıq 2pi n-a r-a bərabər 2pi n-b r-b. 2pi'lər ixtisar gedir. Qalır n-a r-a bərabər n-b r-b. Bizdən n-b-ni soruşur. n-b-ni tapsaq n-a r-a böl r-b olar. Qiymətlərini yerinə yazsaq n-a 4, n-a r, n-b r-b 2r. Bu da 2 eləyər. Deməli, n-b bərabər 2 saniyə üssü mənfi 1. Doğru cavab B variantı olar. Digər şəkildə də bunu həll etmək olar. Bilmək lazımdır ki, qayışlı ötürmə zamanı periyod radiusla düz mütənasib asılıdır. Yerdə qalan kəmiyyətlər radiusla tərs mütənasib asılıdır. Burada tezlik verildiyi üçün tezlik radiusdan tərs mütənasib asılıdır. Buna görə biz belə tapa bilərik ki, əgər B-nin radiusu A-dan 2 dəfə böyükdürsə, deməli B-nin tezliyi A-dan 2 dəfə az olacaqdır. Yenə qeyd edirəm, periyod radiusdan düz asılıdır, tezlik radiusdan tərs asılıdır. Əgər B-nin radiusu 2R, A-nın radiusu R-dən 2 dəfə çox olduğu üçün tezliyi 2 dəfə az olacaqdır. A-nın tezliyi 4'dür, ona görə B-nin tezliyi 2 dəfə az, yəni 2 olacaqdır. 19-cu sualda F2 qüvvəsinin hansı qiymətində cisim bərabər sürətli hərəkət edər? Bərabər sürətli hərəkət etməsi üçün F1 ilə F2-nin cəmi F3-ə bərabər olmalıdır. F1 10'dur, F2 yoxdur, F3 40'dır. Buradan da F2'nin 30 Newton olduğunu tapmış oluruq. Doğru cavab B variantı. 20-ci sualda F qüvvə vektorunun X və Y oxları üzrə proyeksiyalarını hesablayın. Deməli, Y oxu üzrə baxsaq, ilk öncə göründüyü kimi F qüvvə vektoru Y oxuna perpendikulyardır. Deməli, əgər hər hansısa bir vektor perpendikulyar yönəlmişdirsə, həmin ox üzrə proyeksiyası 0 olacaqdır. Vektor oxa perpendikulyar yönəldiyi zaman proyeksiyası 0 olur. Yəni, F'in başlanğıc nöqtəsi də 5'dir, 5 qiymətinə uyğundur. Son nöqtəsi də, vektorun sonu da 5 nöqtəsinə uyğundur. Fərqi 0 eləyir. Deməli, Fy bərabərdir 0'a. X oxu üzrə proyeksiyaya baxsaq, vektorun sonundan başlanğıcı çıxırıq. Sonuna uyğun X'in qiyməti 0'dır. Başlanğıcına uyğun 8. 0'dan 8'i çıxırıq. Bu da
-8 Newton eləyəcəkdir. Doğru cavab D variantı olar. 21-ci sualda cismə təsir edən əvəzləyici qüvvə 4 dəfə artdıqda onun təcili necə dəyişər? Biz bilirik ki, A bərabər F əvəzləyici bölünmüş M-dir. Qüvvənin qiyməti 4 dəfə artdığı üçün təcil də 4 dəfə artar. Doğru cavab C variantı olar. 22-ci sualda qarşılıqlı təsirdə olan iki cismin kütlələrinin nisbəti 4-dür. Onların təcilləri nisbəti nəyə bərabərdir? Qarşılıqlı təsir zamanı cisimlərin kütlələri nisbəti onların təcillər nisbəti ilə tərs mütənasibdir. M1-in M2-yə nisbəti 4-dür. Deməli, A2 bölü A1 nisbəti 4 olacaqdır. Doğru cavab B variantı olar. 23-cü sualda kütləsi 20 kiloqram olan sükunətdəki cismin çəkisini hesablayın. Sükunətdəki cismin çəkisi P bərabər mg'dir. 20 vur 10, 200 Newton olar. 24-cü sualda yerlə bağlı hesablama sistemi inersial hesab olunur. Hansı halda təyyarə ilə bağlı sistemi inersial hesab etmək olar? Demək, bizim götürəcəyimiz cavab yalnız düz xətli, bərabər sürətli hərəkət halı olacaqdır. Birinci cümləyə baxaq. Yerdən düz xətli, bərabər sürətli hərəkət edərək yerdən uzaqlaşdıqda, təyyarə düz xətli, bərabər sürətli hərəkət edərək yerdən uzaqlaşdıqda, deməli, bir cavabı doğrudur. Təyyarə üfüqi istiqamətdə sabit təcillə hərəkət etdikdə, xeyr, təcillə hərəkəti götürmürük. Təyyarə bərabər sürətlə hərəkət edərək istiqamətini dəyişdikdə, istiqamət dəyişdikdə yenə götürməyəcəyik. Təyyarə uçuş meydançasına ayrılarkən yenə bu da olmayacaqdır. Doğru cavab 1 olar. 25-ci suala baxaq. Hansı ardıcıllıqla açar sözlərdən istifadə etməklə mətni tamamlamaq olar? İki cismin qarşılıqlı təsiri zamanı cisimlərə təsir edən qüvvələr modulca bərabər olub istiqamətcə əks yönəlir. Demək, birinci 5 olar. Bu zaman cisimlərin təcilləri, yəni 3, kütlələr ilə tərs mütənasib aslı olur. Yəni 4 olar. Məsələn, şəkildə göstərilmiş iki cisim arasındakı qravitasiya qarşılıqlı təsiri zamanı birinci cismə təsir edən qüvvə sağa, ikinci cismə təsir edən qüvvə isə sola doğru yönəlmişdir. Yəni bunlar bir-birlərini cəzb eləyirlər. Qravitasiya qüvvəsi cisimlərin kütləsindən düz mütənasib asılı olsa da, cisimlərin təcilləri kütlələrindən tərs mütənasib asılıdır. 26-cı suala baxaq. 5 litr spirtin kütləsini hesablayın. Deməli, V bərabərdir 5 litr. Litrdən kub metrə keçəndə 10 üstü -3-ə vururuq. Rho bərabərdir 800 kiloqram böl metrin kubu. M bərabər sual. M bərabərdir rho vurulmuş V. 800 vur 5 vur 10 üstü -3. Və bu ifadəni də hesabladıqda 4 kiloqram olar cavab. 27-ci sualda uyğunluğu müəyyən edin. Qarşılı ötürmə ilə fırladılan disklərin üzərindəki A və B nöqtələrində. Qeyd elədik ki, A və B nöqtələrində xətti sürətlər bir-birinə bərabərdir.
1'ə gedəcək A. İkincidə fırlanma periodu. B nöqtəsinin radiusu A nöqtəsinin radiusundan, yəni B çevrəsi A çevrəsindən radiusu 4 dəfə daha böyükdür. Qeyd elədik ki, period radiusla düz mütənasib asılı olur qarşılı ötürmədə. Deməli, B deməli diskinin fırlanma periodu A diskinin fırlanma periyodundan 4 dəfə böyükdür. Buna uyğun cavab deməli A nöqtəsində B-dən 4 dəfə böyükdür. Xeyr, A nöqtəsində B-dən 4 dəfə kiçikdir. 2-yə uyğun E olacaqdır. Üçüncüdə tezlik. Tezlik isə tərs mütənasib idi radiusdan. B diskinin radiusu A diskinin radiusundan 4 dəfə böyük olduğu üçün deməli burada tərsi olacaqdır tezlikdə. Yəni 3-ə D variantı uyğun olar. Deməli, üfüqi yolda hərəkət edərkən sürücü işıq foron işığının yandığını görür və sürəti 10 metr/saniyə olan avtomobili tormozlayır. Avtomobil 7500 Newtona bərabər sabit sürtünmə qüvvəsinin təsiri ilə 4 saniyə müddətində dayanır. Tormoz müddətində avtomobil necə hərəkət edəcəkdir? Sürətini azaltdığı üçün bərabər yavaşlayan hərəkət edər. Deməli, 29-cu sualda avtomobilin kütləsini soruşur bizdən. Avtomobil tormozlayıb dayandığı üçün son sürəti 0 olur. Belə yaza bilərik. V0 bərabər AT, A-nın yerinə F bölü M vur T. Biz buradan kütləni tapsaq, M bərabər FT böl V0 olar. Bərabər qüvvə 7500 vur T 4, sürəti də 10. Bunlar ixtisar geçsə 3000 kiloqram alınır. Yəni bu da 3 ton. 3 ton olar doğruca. Tormuz müddətində itirilən mexaniki enerjini hesablayın. Demək, situasiyaya diqqət yetirsək, əvvəlcə avtomobil üfüqi yolda hərəkət edirdi. Deməli, bunun kinetik enerjisi var idi. Sonra isə tormozlayaraq dayandı. Deməli, biz bunun itirdiyi mexaniki enerjini tapmaq üçün Y kinetik bərabər mv0 kvadrat bölü 2 düsturundan istifadə edə bilərik. Kütlə 3000 vur başlanğıc sürət 10, 10'un kvadratı böl 2 bərabər 3000 vur 100 böl 2. 3000 vur 50 da beraber 15 4'te 0 joule. Yani 150 kilojoule. Sonuncu sualımızı da yazmış olduq. İnşallah sizlər üçün faydalı olar. Növbəti videolarda görüşənə qədər.